Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. Salam, deməli, səhifə 53-də 7.3 indikatorlar və pH şkalası mövzusunun suallarına gəlin bir yerdə baxaq. Öyrəndilərinizi tətbiq edin hissəsindən başlayaq. Naməlum məhlula pH metr daxil edilir. Bu məhlulun hansı maddənin məhlulu ola biləcəyini müəyyənləşdirin və fikrinizi əsaslandırın. Hə, burada şəkildə nə görürük? 8.2, yəni ki, pH 7-dən böyükdür. Belə qeyd edə bilərsiniz. pH metrin göstəricisi 8.2-dir və bu göstərici əsasi mühitin göstəricisidir. Çünki əsasi mühitdə pH 7-dən böyük olur. Verilən məhlullardan çay sodası məhlulu əsas xassəlidir. Cavab olacaq B. Portağal suyuna xlor turşusu isə aid deyil bura. Sonra ikinciyə baxaq. Aşağıdakı məhlulların pH-nın qiymətini müqayisə edin və fikrinizi əsaslandırın. Bayaq dediyim kimi, əsasi mühitdə pH 7-dən böyük olur, turş mühitdə pH 7-dən kiçik olur. Deməli, baxaq. Amonium hidroksid zəif əsasdır. Burada konkret qiymətlər də qoymalıyıq. Amonium hidroksid zəif əsasdır, amma yenə də 7-dən böyükdür. Belə deyə bilərik. Yazaq bunların hamısını. Amonium hidroksid üçün pH bərabərdir 8-ə. Kalium hidroksid isə qüvvətli əsasdır. Kalium hidroksid üçün bunun formulu belədir. NH4OH. Bunu da istəyirsiniz yazaq. Amonium. Kalium hidroksid isə qüvvətlidir ondan. Onun da təxmini pH-ı 11 olur. Bu ikisini müqayisə eləməliyik. Ona görə də yazırsınız ki, bu səbəbdən amonium hidroksidin suda məhlulunda pH göstəricisi kalium hidroksid məhluluna nisbətən aşağı olacaq. Amonium hidroksid zəif əsasdır, kalium hidroksid qüvvətli əsasdır. Baxaq ikincisinə müqayisə edək. Mətbəx sirkəsi və sirkə essensiyası. Deməli, mətbəx sirkəsində sirkə turşusunun miqdarı az olur. Ona görə də mətbəx sirkəsində pH bərabərdir 5-ə. Baxın, turşu çox olduqca pH aşağı olur. Sirkə essensiyasında sirkə turşusu çoxdur. Ona görə də pH bərabərdir 2-yə. Mühit nə qədər turşudursa pH o qədər aşağı olacaq. 7-dən aşağı olmalıdır ümumiyyətlə turş mühitdə. Bu səbəbdən də mətbəx sirkəsində pH göstəricisi sirkə essensiyasına nisbətən böyük olacaq. Yəni, zəif turşuda pH daha yüksək qiymət alır. Sonra öyrəndilərinizi yoxlayın hissəsinə baxaq. İndikatorlar hansı formada mövcud ola bilər? İndikatorlar bərk, maye və maye formada ola bilər. Lakmus və universal indikator isə kağız formasında ola bilər. Uyğunluğu müəyyən edin. Turş mühit, əsası mühit, neytral mühit. Xlorid turşusu adından göründüyü kimi turş mühit verəcək bizə. Sonra limon suyu. Burada bizə turş mühit verəcək. Əsası mühit. Natrium hidroksidin suda məhlulu əsası mühitdir. Saf su neytral mühitdir. Çay sodasının suda məhlulu, bu da bizə əsası mühiti verəcək. Baxaq 3-ə. Hansı maddənin suda məhluluna metlaranj əlavə etdikdə sarı, fenolftalin əlavə etdikdə isə çəhrayı rəngə boyanır. Deməli, metlaranjın sarı, fenolftalinin isə çəhrayı olması əsasi mühitin göstəricisidir. Bu fikrimizi burada belə əsaslandırırıq. Metlaranj əlavə etdikdə sarı, fenolftalin əlavə etdikdə çəhrayı rəngə boyanmağa səbəb mühitin əsasi olmasıdır. Cavabımızı isə bundan sonra yaza bilərik.
A və C bəndi olacaq cavab. A və C-də maddələr əsası mühitə malikdir. Ona görə də cavablarımız A və C olur. Belə. Bu qədər. Sağ olun. Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun.